Azərbaycanda məzar daşına yazılan cümləyə görə məhkəməyə müraciət olunub. Teleqrafın əldə etdiyi məlumata görə xüsusi ittiham qaydasında şikayət Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılayan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbir daşının üzərinə dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum cümləsini yazdırıb. Mərhumun dayısının sözlərinə görə Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd edilib və hadisə rəsmi qaydada intihar kimi qiymətləndirilib. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materiallar mövcuddur və ölümün zorakılıqla bağlı olmadığı təsdiqini tapıb. O bu səbəbdən məzar daşındakı yazını ağır böhtan hesab edir. İdil Fərzəliyevin dayısı daha sonra şikayətini geri çəkib. Nəticədə Ağcabədi rayon məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.